varsa mənə desin. Okey, taç dəymirəm, tam taç yazıb. Videomda sizi yenə də Auto Show'da, Los Angeles Auto Show'dan salamlayacağım və sizə yeni bir videolar çəkmək istəyirəm. İlk öncə sizə Tesla modelinin növbəti versiyası sport modeli ilə Tesla'nın sport modeli ilə tanış eləmək istəyirəm. Yəni bu maşınlar haqqında video çəkirəm, danışıram. Səhv dediyimi bilən varsa təkərin gözəlliyinə baxın. Bir də bu nədir ala? Fiber karbon. Səhv Volvo'dur. Bu nədir belə bir şey? Nəydisə? Yəni Tesla model yazılıb bura. Burada gördüyüm qədər Tesla Model S platform custom full body. Şeydir, eləyiblər, dizaynını dəyişiblər. Yəni hansısa maşının haqqında səhv məlumat versəm, əgər görsəz ki, düzgün məlumat vermirəm, üzrlü sayın. Çünki mənim bu ixtisasım deyil ya da ki mənim sahəm deyil və çalışıram ki sizə bu qədər maşınları göstərim, yəni məlumatı da qazardığım qədər, gördüyüm qədər verməyə çalışıram və Porsche 1965-ci ilin Porsche'sini çəkək bir balaca buradan, biraz da arxa tərəfindən çəkək görək, 65-in Porsche'si görək necə olub salonu. Salon, dizayn, pioner magnetofonlar, tuning olmuş disklər, tuning olmuş maşın və belə bir 2 Porsche 65 mənim atamla təvəllüddür və burada Lumauto I am Auto'dan Tesla'nı hazırlayıblar. Necə hazırlayıblar? Çox möhtəşəm hazırlayıblar. Həqiqətən çox böyük görünür. Yəni videoda bilmirəm necə görünür. Çox böyük görünür və olduqca mükəmməldir yəni. Tip modelidir. Markasıdır. Başka bir bunlar hamısı tuning olunmuş maşınlardır. Yani maşının burada model olarak fərqi yoxdur. Yani tuning olunmuş maşınlardır. Burada da başka bir tuning olunmuş Jeep'tir. Jeep Wrangler GL. Diskinin böyüklüyünə, maşının özünün böyüklüyünə fikir verin. Yəni təkərlərini belə qaraltmayıblar, gətirəndə heç olmasın. Bu qədər əziyyət çəkmişsiniz, təkərlərini qaraldın. Coupe Mercedes. Mercedesimiz də burada. Mercedes-Benz SLS 6.3 motor, 600 motor və gəlin belə bir göstərək sizə uzaqdan. Bir tane də şəklini çəkək, paylaşarıq yavaş-yavaş. 6.3 motordur Mercedes-Benz'imiz. Burada başka bir maşın Ferrari. Ferrari 488 GTB. Ve burada başka bir Tesla Roadster. Tesla Roadster. Wow. Platformasından karbon örtüyle tuning eləyiblər. İçi çok clean. Maşını çok sade. Çok güzel.
Həqiqətən çox gözəldir. Belə bir dənə şəkil çəkək. Burada nə maşınımız var? Burada da musiqi sistemidir. Maşın arxası bu Mercedes'in minivenidir ve arkası çıxır belə uzanır. Buna Mercedes'dir. Mən disklərindən belə düşünürəm ki Mercedes'dir. Bu Mercedes'dir. Amma çox dəyişikliklər ediblər. Yuxarısı yuxarı qalxıb, yəni yanı belə çıxıb. Burada başka bir Chevrolet Camaro'dur səhv eləmirəmsə. O maşınların hamısının adı yadımdan çıxır. Chevrolet'dir lan. Daha Dodge'dur yoxsa Chevrolet'dir. Hər nədirsə sahibinə qismət. Burada başka bir tuning olmuş Lexus var. BMW tuning olmuş. Burada da altına ben bildiğim kadar bu hatchback'ti. Ama karbonla falan tuning veriblər üstünü. İlan dərisi görkəmində. İçi də tuning olunub. Çox super tuning ediblər. Adamlar yani bu işi bacarırlar həqiqətən. Bu maşınların içində, BMW'lərin içində çox görürəm bu şeyləri. Amma nə o turbo kimi bir şeylərdir, nə olduğunu bilmirəm. Yəni nəyə görə qoyurlar, niyə qoyduqlarını bilmirəm. Amma çox görmüşəm, yəni bu imeni bu modellərdə görürəm. Elə bunun balacaları var, köhnə modelləri. Onların da içində görürəm. Əgər bilirsinizsə videonun altında siz də məlumatınızı verin. Mən də bilim ki nəyə görə o dəmirlər zavoddan gəlir, yoxsa tuning olunan maşınlarda olur. Burada da yine Jeep maşının tuning olunmuş, çok güzel renk zövqləri var. Ama bu məncə kırmızı olsa daha güzel olardı. Elə də gedər. Burada da tekerləri var, iri tekerlər. Burada karşısında offroad maşınıdır, yani karşısından keçmə maşın çəkən sistemi var. Burada Dodge neydi ola bu? Don't touch vehicle, okey. Dəymərik sən maşına bax. Belə bir maşındır. Maşın yəni Dodge da. Demirlər nə maşındır yəni. Mən də qalıram belə. Burada da belə bir tuning olunmuş Jeep var. Jeep Wrangler Jeep'i. Belə bir dənə şəkildə çəkək. Sonra burada bir çox böyük maşın var. Hətta altından rahatlıqla mən bir balaca başıma əyib, beynimə əyib keçə biləcəyim bir şeydir. Toyota Tacoma. Bizim bir tanışımızda da var bundan. Daha ama o belə hündür değil. Bu kadar hündürlüğü yoktu yani o maşının. Ama çok büyük. Bildiğiniz çok büyük bir şeydi yani. Burada belə bir möhtəşəm dizayn olmuş Chevrolet maşını. Çox möhtəşəm yani. Don't touch yazılmayıb. Mən artıq touch eləmək istəyirəm buna. Çox möhtəşəm yani. Yaxından başqa cür görsənir. Kənardan biraz başqa cür görsənir. Bu maşınlardan xoşum gəlmir. Meksikalılar sürür əsasən. La Villa. Bundan xoşum gəlmədi yani. Bunun rəngi biraz bu maşına oturmadı da yani belə deyə. Bunu yalandan Meksikanlığına salıb eləyib. Burada belə bir başqa maşınımız var. Ford maşınıdır. O zaman Monster'ın reklamıyla. Təkər. Burama çatır təkər. Görürsünüz, görmürsünüz, bilmirəm. Yəni, sinəmdən biraz aşağı. Və maşın özü buna minməyin haqqında bir fikir olan varsa mənə desin. Okey, taş dəymirəm, tam taş yazıb. Amma buna minmək haqqında bir fikir olan varsa, yəni belə bir necə minəcəyik, yəni məlumatım yoxdur, yəni həqiqətən bilmirəm. Yəqin ki, bu pləkandır, bu nədirsə,
altından çıxır. Ya nə varsa. Amma yəni do you know how to get in the car? How do you get in the car? Bro, you can't even get him. You're not gonna compete with him. Yeah, you need leather with you? Come on, bro. Yeah. You take a selfie on that shit, be like, Oh, yeah. huh. It's a nice ass truck though. 2 years, you're gonna get that shit. Really? 2 years, you're gonna get that shit. 2 years. Really? Just count that money, you got that grind, bro. Wow. İki elədik belə bir maşını hazırlamalar. We just Maşının böyüklüyünə bağlı. Bu nədir olur? slap the sticker on the Burada da belə bir oturublar, izah edirlər nəysə. Wow. Nədir? Lamborghini. Wow. Lan bax. Bundan bir şərəf şəkli çəkmək lazımdır. Yüvətdən gəlib ölsə qaldı. Bir sərfəliyim burada. Sözdə həsbunlar Lamborghini şəkil çəkdirmək. Okay. Və keçək buradan. Elə bir başqa bir maşına Chevrolet'dir bu da. Köhnə model trakdir. Van deyirlər buna. Hətta bunun bu Amerikada tırlarda var. Diskin üstündə belə bir sıkıntılı bir şeyler var. O görünüş üstündür. Yani biraz zəhimli görünür ama görünüş üstündür. Burada belə bir LA Vanidosa motosikletdə tuning eləyiblər. Və çox möhtəşəm görünür həqiqətən. Yəni mən motosiklet sürən deyil ama onun modelini də bilmirəm. Amma çox möhtəşəm tuning olunub. Hətta köhnə modeldir. 120 ilə gedir. 120 sürət adresi 210-220 eləyir. Amma çox möhtəşəm görünür. Yəni əl işləməsi şəkillər falan gözəl tuning ediblər. Bu elə məzarı da gözəl hasarlanıb. Hətta bunun kaskası belə fərqlidir, yəni üstü hazırlanmış bir şeydir. Burada belə bir RAM modeli var. RAM. Okay. Bunun altına mən rahatlıqla girə bilərəm. Hətta altının videosunu da çəkə bilərəm. Oradan maraqlananlar baxa bilər. Və belə bir çox böyük maşındır. Buna da necə miniləcəyi barəsində heç bir məlumatım yoxdur. Wow! Bundan xoşum gəldi. Burada yəni ilk dəfədir ki bir çip deyil, bu nədir bilmirəm. Bu belə bir maşından xoşum gəldi həqiqətən. Çünki bunlar çox komfortsuz maşınlar olur. Bu tip modeldir. Sirenik məsələn bunun komfortludur. Hətta yəni çox gözəl yığılıb. Sirenikləri özünün sireniyası. Çünki özününki belə komfortlu olmur. Bu maşınların sireniyaları. Belə arxadan da görünüşünə baxa bilərik. Bax. Yəni şəkil çəkə bilərik. Və buradan bu maşın mənasız bir şeydir. Bunu çəkib vaxtınızı almaq istəmirəm, sizin də başınızı ağrıtmaq istəmirəm. Forddur. Yəni bir elə bir gözəlliyi də yoxdur, amma yenə də baxmaq istəyənlər baxa bilər. Burada da başqa bir nə modeli var. Yəqin ki Ram'dır, mən bildiyim qədər. Ford deyil, Ram modelidir. Burada belə bir işıqlarla falan bəziyiblər. Burada print edirlər nəysə. Nəsə üçün yəni. Burada da başqa bir Jeep modeli var. Wrangler'dır. Jeep Wrangler'dır bu da. Bunlar hamısı Jeep Wrangler'dır. Buna heç baxan yoxdur. Bu nədir olar? Üstündə yatmağa yeri falan var. Yəqin ki o üstü örtülür. Üstü örtülür, elə gəzdirmək olur. Yığılır, tam yığılır. Görürsünüz, o yuxarıdakı məsələsini qatlanır bura, bu geri qalan hamısı parçadır, onlar yığılmaq çox asanır. Qatlanır üstünə, bu qalınlıqda, belə bir qalınlıqda bir şey olur, yəni bu qalınlıqda bir balaca olsun, 25 santim qalınlığında bir şey olur. Amma düz olur da, yəni çıxıntısı olmur. Bunun motoru, məsələn, Jeep Wrangler'in motoruna baxa bilərik. Sonra nə iniblər? Tuning gəlirlər bunu da. Belə
Növbəti videomu digər maşınlarla çəkəcəm və sizə bir balaca da növbəti videomda məlumat vermək istəyirəm. Növbəti videoda görüşərik, özünüzə yaxşı baxın.